Hər vaxtınız xeyir olsun əziz izləyicilər. 8-ci sinif biologiya dərsliyində maddələrin hüceyrənin membrandan daşınması bölməsi ilə, yəni mövzusu ilə davam edirik. Mövzunun açılışında konsentrasiya qradiyenti, diffuziya, osmoz, su potensialı, plazmoliz, turgor, fagositoz, pinostoz. Demək olar ki, hamı terminlərdir. Yəni açar sözlərdən bəlli olur ki, artıq mövzu nədən bəhs edəcəkdir. Əvvəlcə fikir verək mövzunun başlıq hissəsində görürük ki, burada qısa bir şəkil üzərindən başlayıb izaha. Deyir ki, təsəvvür edin ki, qonaq otağında oturub kitab oxuyursunuz. Bacınız təsadüfən otağa bir şüşə ətir dağıdır. Tədricən otaqda yayılan xoş bir qoxusu hiss etməyə başlayırsınız. Yəqin ki, hamıda olub bu proses. Təkcə o deyil, otaqda təkcə kimsə üstünə ətir vuranda belə ətirin qoxusunu digər adamın, digər şəxsin eşitdiyini, yəni duyduğunu, hiss etdiyini müşahidə etmişik. Bu nəyə görə olur? Buna səbəb nədir? Birbaşa deyim ki, buna səbəb olan diffuziyadır. Bəs diffuziya nədir? Diffuziya odur ki, əvvəlcə qoyub başqa dildə izah edim, sonra mövzunu kitabdan olduğu kimi oxuyub yenidən izah edərəm. Diffuziya maddənin molekullarının qatı, yəni daha çox olduğu yerdən nisbətən daha az olan yerə, yəni daha molekulanın daha az olduğu yerə axın etməsidir. Yəni bir hissədən digər hissəyə axın etməsidir. Və buna deyirlər diffuziya. Baxaq indi. Deyir ki, şəkildə A nöqtəsi ətir töküldüyü şüşəni təmsil edir. B nöqtəsində otaqda bir qədər arxa məsafədə sizin oturduğunuz yeri göstərir. Şüşədən çıxan qazın atom və molekulları A nöqtəsindən B nöqtəsinə nisbətən daha çoxdur. Beləliklə, bu iki nöqtə arasında konsentrasiya və ya qatılıq fərqi var. Bayaq mən dediyim kimi, misal üçün, A nöqtəsində, yəni ətirin dağıldığı yerdə ətirin molekulları, ətir yəni maddəsində hansı molekullar varsa, o molekullar daha çoxdur və yavaş-yavaş zamanla nisbətən o yayılır otağın digər, yəni B nöqtəsinə. B nöqtəsinə qədər artıq nə olur? Daha az olur, konsentrasiyası daha az olur. Yəni beləliklə bu iki nöqtə arasında konsentrasiya və ya qatılıq fərqi yaranır. Yəni belə deyək də, A nöqtəsində qatılıq nisbətən çox, B nöqtəsində isə qatılıq nisbətən az olduğuna görə bunlar arasındakı fərq konsentrasiya adlanacaqdır. Yəni qatılıq fərqi adlandırılacaqdır. Qrafikdə mavi xəttin hündürlüyü bir nöqtədə konsentrasiyasını göstərir. Fikir verəsək buna, bu qrafikə, bu hissəyə. Konsentrasiyalar A və B nöqtələrini birləşdirsək, maili və ya qradiyenti olan düz xətt alırıq. Bu qırmızı xətt A və B nöqtələri arasındakı konsentrasiya qradiyentidir. Konsentrasiya qradiyenti iki sahə arasındakı konsentrasiya fərqlidir. Bəli, baxın, nə demək istəyir bu? A nöqtəsində görürük ki, mavi hissədə, bu hissəyə fikir verək. Bu hissədə daha çoxdur. Görürsünüz, bura kimidir. Yəni, maddənin qatılığı daha çoxdur. Konsentrasiya daha çoxdur. Bu hissədə isə nisbətən azdır. A nöqtəsi ilə B nöqtəsi arasındakı fərq isə, yəni A nöqtəsinin konsentrasiyası ilə B nöqtəsinin konsentrasiyası arasındakı fərq isə olacaq konsentrasiya qradiyenti. Mayələrin, qazların zərrəcikləri kinetik enerjiyə malikdir. Bəli, onların davamlı olaraq hərəkət edir. Onların hərəkət təsadüfi olduğundan konsentrasiya qradiyenti ilə eləcə əvvəlcə aşağı doğru hərəkət edəcək, müəyyən müddət sonra isə bərabər məsafədə yerləşəcəkdir. Bəli, belə deyək də, misal üçün A nöqtəsindəki maddənin qatılığı B nöqtəsinə ta o qədər yaxınlaşacaq ki, yəni bərabərləşdikdən sonra artıq A nöqtəsi ilə B nöqtəsi arasındakı
konsentrasiya bir-birinə bərabər olacaqdır. Bunu demək istəyir. Beləliklə ətir qoxusu bütün evə yarayacaqdır. Bəli, deməli belə çıxır ki, ətir qoxusu demək olar ki, hər tərəfə, yəni eyni bərabərlikdə yarayacaqdır. Buna deyirlər diffuziya hadisəsi. Yəni bu ətirin bu formada yayılmasına deyirlər diffuziya hadisəsi. Təkcə ətir olmur, digər qoxular da buna misal çəkmək olar. Misal üçün, mətbəxdə bişirilən yeməyin qoxusu evin hər yanına yayılmasına bir sübutdur. Yəni buna bir əyani misaldır və s. Diffuziya hadisəsi hərəkət nəticəsində zərərçəklərin daha yüksək konsentrasiyadan daha aşağı konsentrasiyalı sahəyə konsentrasiya qradiyenti istiqamətində olan hərəkətdir. Bəli. Yəni daha çox olan hissədən daha az olan hissəyə konsentrasiya qradiyenti hesabına baş verir. Hər hansı bir maddə üçün konsentrasiya qradiyenti nə qədər böyük olarsa, həmin maddənin diffuziya sürəti bir o qədər də yüksək olur. Bu maddənin daha yüksək konsentrasiya fərqi olan sahəyə doğru hərəkət etməsini asanlaşdırır, nəticədə diffuziya prosesi sürətləndirir. Təbii ki, çox olan yerdən daha çox olacaqdır. Daha çox olduğuna görə də hərəkət daha sürətli olacaqdır və diffuziya daha böyük olacaqdır, daha sürətli olacaqdır. Bu hissədə diffuziyanın ölçülməsinə aid bir təcrübə qoyubdur. Təcrübəni əyani istifadə edib, yəni əyandan istifadə etmək olar. Diffuziya canlı orqanizmlər üçün çox əhəmiyyətlidir. Təbii ki, həyat müxtəlif hüceyrələr və onları əhatə edən mühit arasında maddələrin mübadiləsindən asılıdır. Hüceyrə membranı bəzi maddələrin keçməsinə imkan verir, bəziləri isə yox. Məsələn, oksigen, karbon qazı hüceyrə membranından keçə bilər, o zülallar isə keçə bilməz. Misal üçün, bəli, tənəffüs zamanı biz oksigen qazını qəbul edirik, oksigeni qəbul edirik, karbon qazı xaric edirik. Eyni zamanda tənəffüs zamanı havada olan, yəni atmosfer havasında karbon qazını da qəbul etmiş oluruq. Həmçinin tənəffüs nəfəs verdiyimiz zaman havanın tərkibində olan karbon qazını da atmosferə, yəni ətraf mühitə qaytarmış oluruq. Və bu da qazların qanla daşınmasına səbəb olan birbaşa hüceyrə membranının keçirililiyinə əsaslanır. Yəni membran keçiriliyinə əsaslanır. Bəzi maddələr vardır ki, məsələn, qazanda olan maddələr, oksigen və karbon qazı qanla daşına bildiyi halda, yəni qanla niyə daşına bilir? Çünki hüceyrə membranından keçə bilir. Yəni alveolların membranından qandan hüceyrənin digər orqanlarına, qan vasitəsilə orqanlara ötürülə bilir. Əks istiqamətdə həmçinin karbon qazı deməlidir. Karbon qazı eritrositlər vasitəsilə, oksigen isə eritrositlərə daşınır. Karbon qazı da eritrositlər vasitəsilə gətirilir ağciyərlərə və ağciyərlərdə yenə də proses vasitəsilə, yəni membranın keçiriciliyi vasitəsilə keçirilir ağciyərlərə, alveolların ağciyərə vasitəsilə qayıdır atmosferə, yəni kənar mühitə orqanizmdən kənarlaşdırılır. Göründüyü kimi, bax, bura fikir versəz, şəklə fikir versəz görərsiniz ki, bax, alveol divarına baxın, alveol divarından karbon qazı, baxın, keçir, oxun istiqamətini göstərir burada. Və əks istiqamətlərə oksigen qazı, görürsünüz, oksigen qazı keçir damara, damardakı karbon qazı keçir alveollara, alveollar kapillarından keçir ağciyərlərə. Bu da, yəni, membran keçiriciliyindən əsaslanır. Ağciyərlərdə alveolunu əhatə edən kapillardakı qırmızı qan hüceyrələrinin diffuziya ilə oksigen və karbon qazı mübadiləsi aparır. Bəli. Belə olur. Bunu izah elədim. İndi bu proses təkcə insan orqanizmində deyil, yəni bu bitkilərdə də müşahidə etmək olar. Məsələn, bitkilər bilirik ki, fotosintez zamanı oksigen qazını xaric edir, karbon qazını qəbul edirlər. Tənəffüs zamanı isə əksinə, yəni karbon qazını xaric edir, oksigen qazını istifadə edirlər, yəni qəbul edirlər. Və oksigen qazı
daha çox olan mühitdən, yəni konsentrasiyası çox olan mühitdən az olan mühitə keçə bilir. Həmçinin karbon qazı da elə. Fikir versə görərsiniz ki, tənəffüs zamanı karbon qazını deyib. Yəni və yaxud da ki, fotosintez zamanı karbon qazını baxın, yarpaqda olan bu hissəyə baxın. Fikir verirsiniz görərsiniz ki, yarpaqda olan bu hissədə olan karbon qazı molekulları daha çoxdur. Amma digər hissədə isə daha azdır. Və bu hissədə karbon qazı yəni xlorofilin içərisində olan yarpağın membranından kənara çıxa bilir. Və fotosintez zamanı oksigen qazı da həmçinin bu formada. Amma buna baxmayaraq bu şəkildə tənəffüs aktının oxlarla göstərmişdir. Fikir verin görərsiniz ki, burada bu hissədə karbon qazı miqdarı çoxdur. Yəni əmələ gəlib, orqanizmdə karbon qazın maddələrin bazası nəticəsində əmələ gəlib, xaricə çıxır. Fikir verin, xaricə çıxır, oxla göstərib burada. Bu hissədə oxla göstərib. Burada isə oksigen qazı qəbul edir. Baxın, oksigen miqdarı, yəni bu mavi nöqtələrlə göstərilənlər oksigendir. Ətraf mühitdə kənarda daha çoxdur oksigenin miqdarı, amma bitkinin orqanizmində isə azdır. Yəni yarpağın içərisinə buradan daxil olur. Fikir verirsiniz ki, çox olan yerdən az olan yerə ötürülür. Difuziya hadisəsinə əsasən ötürülür. Həmçinin burada karbon qazı çox olan yerdən az olan yerə ötürülür. Başqa bir misal, yəni membran üzərində keçiriciliyi, yəni membranın üzərində daşınmanın başqa bir misal üzərində də göstərə bilərik. Şəkildə burada var. Fikir versək görürük ki, deyir ki, şəkərin qatılığı yüksək olan məhsul, fikir verin, bu sarı dairələr şəkər molekullarıdır, amma mavi dairələr isə su molekullarıdır. Onda belə çıxır ki, bu membrandan hansı molekullar keçə biləcək? Yəni su molekulları keçə biləcək. Yəni su molekulları hansı istiqamətə keçəcək? Sağdan sola keçəcək. Niyə? Yəni bu istiqamətə gedəcək. Ona görə ki, fikir verin, solda su molekulları daha azdır, amma sağda isə su molekulları daha çoxdur. Suyun burada molekullar çox olduğuna görə bu membran vasitəsilə keçəcək. Yəni bu məsamələr var. Buradan məsamələr vasitəsilə bu istiqamətdə keçə biləcəkdir. Amma şəkər molekulları böyük olduğuna görə buradan keçə bilməyəcəkdir. Misal üçün, fikir verin, deyir ki, canlı hüceyrədə bütün kimyəvi reaksiyalar həmişə su mühitində və ya məhlulda baş verir. Maddələr hüceyrəyə həll olmuş şəkildə daxil olur və xaric edilir. Yəni su hüceyrələrə daxil olan və çıxan müxtəlif maddələr üçün mühüm həlledici rol oynayır. Bəli, çünki suda həll olmuş vəziyyətdə, yəni suda maddənin həll olmuş vəziyyətində keçir canlı orqanizmlərə. Canlı hüceyrədə onu əhatə edən mühitdən yarımkeçirici və ya seçib keçirici hüceyrə membranı ilə ayrılır. Göründüyü kimi fikir verin. Baxın, buradan ancaq şəkər molekulları keçə bilmir. Hiss edirsiniz, görürsünüz, yox böyükdür. Amma su molekulları keçə bilir, yəni membran seçib keçirir. Solda şəkildə yarımkeçirici membranla ayrılmış 2 glukoza molekulu göstərilir. Bu membrana su molekulu keçməsinə imkan versə də glukoza molekullarını keçirmir. Dediyim kimi. Nəticədə su difuziya prosesi ilə su molekullarının yüksək konsentrasiyası olan sağdan su molekullarının daha az konsentrasiyası olan sola doğru hərəkət edir. Bəli, bu hissədə fikir verin, bayaq dediyim kimi burada daha çoxdur. Bu hissədə daha çoxdur. Su molekulları, yəni konsentrasiyası suyun daha çoxdur. Solda isə daha azdır. Təbii ki, nə baş verəcək? Soldan, daha doğrusu sağdan sola. Sağdan sola bu istiqamətdə membran üzərindən keçəcəkdir. Su molekulları keçəcəkdir. Sonra davam edirik. Suyun bu difuziyası osmos adlanır. Bəli, osmos təzyiqi yəqin ki, eşitmisiniz. Və membranın xaricindəki konsentrasiyası hüceyrə daxilindəki konsentrasiyaya bərabər olan kimi
yəni su tarazlığı əldə olunana qədər davam edir. Yəni bu o deməkdir ki, yəni sağ hissə ilə sol hissədəki su molekullarının bərabərləşdiyi hala qədər bu keçiricilik davam edir. Suyun konsentrasiyası haqqında danışmaq bəzən çaşdırıcı olduğundan bioloqlar bunun əvəzinə su potensialı tərimindən istifadə edirlər. Bəli, su potensialı deyə bilərik buna. Yəni suyun konsentrasiyası bəzən ola bilər kitabda yazıldığı kimi çaşdırıcı olsun, su potensialı da adlandırılır bu proses. Çoxlu su molekulları olan molekul yüksək su potensialına, az olan su molekulu isə aşağı su potensialına malikdir. Təbii ki, belə olar. Çoxlu su varsa bu yüksək su potensialı olmalıdır. Azdırsa aşağı su potensialı olmalıdır. Şəkildə iki məhlul arasındakı su potensialı qradiyenti mövcuddur və su molekulları bu qradiyent istiqamətində sağdan sola axa bilər. Dediyimiz kimi bayaqdan onun haqqında danışırıq. Davam edirik. Burada da yine fəaliyyət veribdir. Burada biz kartof dilimləri üzərində müşahidə apara bilərik. Oxuyub evdəki kartofları soyub və ya doğrayıb ondan istifadə edə bilərik. Davam edirik. Hüceyrə daha az su potensialı olan bir məhlulda yerləşdirilərsə, onda osmos yolu ilə hüceyrəni tərk edir. Nəticədə hüceyrə sanki büzüşür. Bitki hüceyrəsində sitoplazma hüceyrə divarından kənara çəkilir, lakin hüceyrə qılafı möhkəm olduğundan hüceyrə az da belə vəziyyətə deyilir plazmoliz. Həqiqətən də belədir. Potensialı az olan, yəni su potensialı az olan məhlula yerləşdirilərsə hüceyrə, onun suyu, eşitmişsiniz ya, suyu çəkilir, məsəl üçün bitkinin suyu çəkilir, eşitmişsiniz bu sözü yəqin ki. Nəyə görə? Çünki osmos yolu ilə su az olan yerdən tərk etdiyinə görə su oradan çəkilir. Və bir şey də deyim ki, buna deyilən plazmoliz hadisəsi bitki hüceyrəsinin divarı nisbətən qalın olduğuna görə, artıq bir divarı yarandığına görə burada proses nisbətən gözə görünmür. Yəni nə mənada gözə görünmür? Bitki hüceyrəsi büzüşmür. Çox da yəni büzüşmür, hiss olunması tərzdə olmur. Amma heyvan hüceyrəsi isə hüceyrə divarının yoxdur olmamasının səbəbindən hüceyrələr büzüşür və nəticədə daha tez məhv olur. Bəzi olur ki, hüceyrənin uzun müddətli plazmoliz vəziyyətində olması onların məhvi deməkdir. Çünki ona görə ki, bəli, susuz qalır, belə deyək də, büzüşür və hüceyrə məhv olub gedir. Sonra davam edirik. Deyir ki, hüceyrə daha yüksək su potensialı olan bir məhlulda yerləşdirilərsə, su osmosla hüceyrəyə daxil olur və nəticədə hüceyrə daxilində sitoplazmanın həzmi şişərək hüceyrə divarına doğru yaxınlaşır. Və plazmolizin əksi deplazmoliz baş verir. Bitki hüceyrəsində sitoplazma qılafa təzyiq edib onu gərginləşməsi səbəb olur. Bu vəziyyət turqor adlanır. Bəli, belə deyək də, hüceyrə əgər daha yüksək su potensialı olan mühitə yerləşdirilərsə, onda bu zaman nə baş verəcək? Bu hüceyrənin daxilində sitoplazmanın həzmi böyüyəcək, genişlənəcək, sıxacaq da daha çox onu sıxacaq və nəticədə plazmolizin əksi deplazmoliz, yəni suyun miqdarı daha çox olacaq, daha gərginləşməsi səbəb olacaq. Dediyim kimi, bayaq yuxarı dedik ki, bitki hüceyrəsinin divarı olduğuna görə divarda daha çox təsir göstərəcək, qılafa daha çox təsir göstərəcək. Buna biz deyəcək turqor. Cavan bitki hüceyrələri üçün bu, cavan bitki orqanları üçün bu daha yəni yaxşı əlverişlidir. Çünki cavan bitki orqanlarında bitkinin cavan hissəsində belə deyək də və yaxud da cavan bitkilərin özlərində də elə bütün bədənində teradüz mexaniki doğma daha doğrusu yəni nisbətən zəif inkişaf etdiyinə görə bu hissələrdə, zəif etmiş hissələrdə bitkinin fəzada vəziyyətinin yaxşı saxlanmasına səbəb olan turqordur. Çünki turqor bir belə deyək, necə deyim, təzyiq formasında həmin hissəni saxlaya bilir. Məsələn, uzun müddət
qalmasına şərait yaradır. Əgər bitki həddindən artıq su buxarlandırarsa və nəticədə turqor azalar, turqor zəifləyər və nəticədə bitkinin həmin hissəsi solğun olar və yaxud da ki, fəzada vəziyyəti, yəni dik qalmaq vəziyyəti mümkün olmaz. Misal üçün, yəqin ki, bunu görmüsünüz, müşahidə etmisiniz. Adicə uzun müddət, yəni bir neçə gün gül dibçəklərinə su verməyəndə bir də görürsünüz ki, yarpaqlar büzüşüb, yarpaqlar yəni solub. Su verəndən sonra bir müddət sonra yenidən yarpaqlar tam öz vəziyyətinə, şax vəziyyətinə qayıdır. Bu da bunun bir misaldır. Sübut kimi misal göstərmək olar. Amma proses bitki hüceyrəsində belədir. Heyvan hüceyrəsində yüksək təzyiqə hüceyrələr dözə bilmirlər. Çünki bunlarda hüceyrə divarı yoxdur və nəticədə həmin hüceyrələr partlayır və həmin hüceyrə partladıqdan sonra hemoliz hadisəsi baş verir. Misal üçün, eritrositlərdə partlama hadisəsi, biz hemoliz deyəcəyik. Hemoliz hadisəsi lizis, yəni parçalanma deməkdir. Oradan götürülübdür sözün mənası. Göründüyü kimi fikir verirsiniz, görərsiniz ki, burada daha çox təzyiq artdığına görə, turqor daha çox olduğuna görə nə baş verir? Eritrosit parçalanıb. Fikir verin, məhv olub, parçalanıb. Turqor bitkilər yumşaq olan formasının saxlanmasında mühüm rol oynayır. Bayaq dedim, əksər yarpaqlarda və cavan zoğların xüsusən də ot bitkilərində gövdə və yarpaqlarında hüceyrələrin turqor təzyiqə görə onlar möhkəm və dik qala bilirlər. Bəli, yuxarıda bunu izah etdim mən. Yəni, turqora görə bitkinin yumşaq hissələri, cavan hissələri dik və möhkəm qala bilirlər. Hüceyrələrdə suyun buxarlanması sürəti yüksək olduqda onlar turqor vəziyyətini itirir və bitki solur. Bunu da misal göstərdim. Dedim ki, gül dibçəkləri üzərində görmüsünüz bəlkə də. Bəzi bitki hissələrinin hərəkəti turqorun dəyişməsi ilə əlaqədardır. Məsələn, yarpağın örtük toxumasını qapayıcı hüceyrələrin turqorda baş verən dəyişikliklərin ağızlıqların açılıb bağlamasına səbəb olur. Bəli. Ağızlıqlar nə zaman açılır? Su daha çox, su buxarlanma zamanı ağızlığı açılır. Çünki turqor artır orada. Turqorun vəziyyəti yəni artır. Təzyiqin çoxluğu nəticəsində turqor yaranır və ağızlıqlar açılır. Bitki suyu buxarlandırır və müəyyən müddət sonra ağızlıqlar bağlanır. Yəni turqor yenidən öz vəziyyətinə qayıdır. Növbəti hissəyə keçid alırıq. Fagositoz, pinositoz. Fagositoz fago udmaq deməkdir. İri və bərk hissələrin, yəni müəyyən hüceyrələrin sayəsində mənimsənərək udulmasına əsaslanır. Necədir bu? İri və bərk hissələr bəzən isə bütöv hüceyrələrin və ya onların fraqmentlərinin hüceyrə tərəfindən udulması prosesidir. Bəli. Bu zaman həmin hissəciklər hüceyrə membranının çıxıntıları, yəni yalancı ayaqlar vasitəsilə əhatə olunaraq hüceyrə daxilində yayılır. Yalancı ayaqlara psevdopodlar bəzən deyilir. Misal üçün, insan orqanizminin qanında olan leykositlər, amöbdə olan yalancı ayaqlar, bunlar da nə olur? Yalancı ayaqlar vasitəsilə qidanı əhatə eləyir, amöblər qidanı əhatə eləyir və yaxud da ki, leykositlər, qana düşmüş yad cisimlər əhatə eləyərək onları udur, məhv eləyir. Sonra, misal üçün, burada amöbdən danışırsa deyir, qida qovucu daha sonra həzm nəticəsində həzm vakuolu yaranır. Həzm vakuolunun qida maddələri və digər unudulmuş hissəciklər xüsusi fermentlərin təsirlə parçalanır. Təbii ki, belə olmalıdır. Hüceyrə bu parçalanan məhsullarını soraraq öz ehtiyaclarını ödəyir. Həzm olunmayan qalıq maddələr hüceyrədən xaric edilir. Məsələn, patogen mikroorqanizmlər insan orqanizmi yoxluqda leykositlər bu orqanizmləri fagositoz prosesi vasitəsilə əhatə edir və udur. Sonra isə onları zərərsizləşdirir.
Bəli, orqanizmə düşmüş patogen, yəni zərərli mikroorqanizmlər leykosillər, yalancı ayaqları ilə əhatə edərək, bayaq dediyim yenə deyirəm, onları zərərsizləşdirir, udur, onları parçalayır. Gələk pinostoz isə hüceyrənin üçün zəruri olan və içərisində həll olmuş maddələrin hüceyrə xarici mayedən ayrılan damarlarla hüceyrə daxilinə keçməsi prosesidir. Pinostoz sayəsində membran keçiriciliyindən əsaslanır. Yəni membran keçiriciliyinə görə pinostozda baş verir. Şəkillərdə də burada göstəribdir. Yalancı ayaqları. Bitdi mövzunun izahı. Burada bəzi suallar ki, onlara aydınlıq gətirmək istəyirəm. Öyrəndiklərinizi tətbiq edin. Tədqiqatçı tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən kartof dilimləri kütlələrinin dəyişməsinin şəkər konsentrasiyasına asılı qrafiki qurulmuşdur. Yəni kartof dilimlərinin kütləsinin dəyişməsinin şəkər konsentrasiyasına asılı qrafiki verib. Görək birinci sual. Müzakirə edin. Qrafikdə göstərilən əlaqəni osmoz prosesi baxımından necə izah etmək olar? Osmoz prosesi baxımından necə izah etmək olar? Əgər fikir versək görürük ki, tərs mütənasib hissə var burada belə azalıb yavaş-yavaş. Silin bunu. Şəkərin konsentrasiyası qida kütləsinin konsentrasiyası əgər çox olarsa, şəkərin konsentrasiyası az olur. Əksinə, şəkərin konsentrasiyası çoxaldıqca qidanın tərkibində, yəni belə deyək də, kartof dilimlərinin tərkibində olan nişastanın miqdarı azalır. Sonra, sizcə qrafikin hansı hissəsində şəkərin konsentrasiyası kartof hüceyrələrinin tərkibinin konsentrasiyasına bərabərdir? Yəni, bir-birinə bərabər olduğu hal. Fikir versəz, 0,4 hissəsində, yəni 0 vəziyyətində şəkərin konsentrasiyası ilə kartof dilimlərinin kütləsinin konsentrasiyası arasındakı hissə düzdür. Təqribən biraz arxaya gəlsək 0,3 və ya 0,4 bu hissədə. Davam edirik. Öyrəndiklərinizi yoxlayın. Konsentrasiya qradiyenti nədir və maddələrin hüceyrə membranı daşınması necə təsir göstərir? Konsentrasiya qradiyenti odur ki, və yaxud A nöqtəsi, B nöqtəsi misalında yenə izah edim. A nöqtəsinin konsentrasiyası ilə B nöqtəsinin konsentrasiyası arasındakı fərq konsentrasiya qradiyenti adlanır. Deyir ki, hüceyrə membranı daşınmasına necə təsir göstərir? Hüceyrə membranı daşınmasına təsiri ondan ibarətdir ki, əgər hüceyrə membrandan keçə bilirsə, məsələn, su molekulları keçə bilirsə, çox olan yerdən az olan yerə keçir təbii ki. Daha ki, onlar bir-birinə o qədər davam olur ki, onlar bir-birinə bərabər olsun. Yəni, qradiyenti az olan hissə, yəni qatılığının az olan hissəsi ilə çox olan hissəsi arasındakı bərabərlik düzəldəndən sonra hər iki tərəf bərabər olduğu halda proses davam edir. İkinci sual. Şirin sularda yaşayan ameblər hüceyrəyə daxil olan artıq suyu xaric etmək üçün yığılmasından ifrazat vakuolu ilə təchiz olunmuşdur. Duzlu sularda yaşayan ameblərdə isə ifrazat vakuoluna ehtiyac duyulmur. Nə üçün? Fikirlərinizi əsaslandırın. Əvvəlcə onu dedik, şirin sularda yaşayan ameblər hüceyrəyə daxil olan artıq suyun xaric etməsindən yığılmasından ifrazat vakuolu ilə təchiz olunmuşdur. Nəyə görə? Ona görə ki, bunların bədənində daima osmoz təzyiqi yaranır ki, çünki suyun belə deyək də çox olduğu yerdən az olduğu yerə keçir axı. Ona görə keçir amebin bədəninə. Amebin bədəninə keçdiyinə görə bu tez-tez yığılıb asılan vakuol vaxtlaşırıb partlayıb orqanizmdə kənarlaşdırılmalıdır suyun artığını. Duzlu sularda yaşayan ameblərdə isə ifrazat vakuoluna ehtiyac duyulmur. Çünki duzlu sularda
suyun e, qatılığı nisbətən şirin suya, yəni qradiyenti nisbətən şirin suya az olduğuna görə duzlu sularda buna ehtiyac olmur, duyulmur. Ona görə duzlu suda yaşayan amöblərdə ifrazat vakuolu olmur. Fagositoz və diffuziya arasındakı nə kimi fərq var? Fagositoz və diffuziya arasındakı nə kimi fərq var? Fagositoz belə deyək də, diffuziya az olan yerdən, çox olan yerdən az olan yerə axır. Yəni maddənin qatılığının çox olduğu yerdən az olduğu yerə. Fagositoz isə belə deyil. Məsələn, fagositoz bayaq dedik, amöblər qidanı əhatə edir, udur onu və yaxud da ki, orqanizmə düşmüş hər hansı bir patogeni leykosetlər qəbul edir, udur onu. Yəni aralarındakı fərq bundan ibarətdir. Bu qədər. Növbəti dərslərdə, növbəti videolarda görüşənə qədər sağ olun. Kanala abunə olmağı unutmayın.